Selamun Aleyküm. Çangan Yuan A07. Avtomobil yanımıza yaxınlaşıb 2025-ci il modeldir. Probek cəmi 15 mindir. Maşınımızda belə bir dənə qlobal problem var. Demək olar ki, gedəndə maşından, tokdan, benzinə keçəndə böyük bir dənə drajeniya, səs-küy gəlir avtomobildən, uğultu səsi gəlir. Onunla da bağlı bu maşına motor diaqnozu qoyulmaq olar. Yəni nətər olar? Yəni mən kimi xam ustanın yanına gedirsən, deyir ki, motordadır problem. İndi biz danışaq, maşın sahibi buradadır. Qardaş elə atamız yaşındadır, Allah ömür versin. Neçə yaşınız var? 53. 53. Allah ömür versin. Əmi düşmək istəmir. Özü dövlət işçisidir. Da deyir düşmür. Məsələn. Əmi xoş gəlmişsən. Qadan alaram sən. Sən danış görə bu maşında nə problem var? Nədən sonra olub? Necə olub? Qardaş, mən bu maşının yağını dəyişdim. Maşının yağı dəyişilib. Dəyişəndən sonra axşamı tokdan benzinə keçirdəndə uğultu drajeniya əmələ gəldi. Böyük bir şəkildə. Böyük bir şəkildə. Yəni maşında gedirsən eşidilir o səs. Çox böyük drajeniyadır. Drajeniya əmələ gəldi. Çox adam dedi ki, bu nəsə motorda problem var, yağda problem var. Zəng elədim, bir də Rəşad Ustanın yanında dəyişirəm. O dedi ki, motorda problem yoxdur. Yönləndirdi məni Tural Ustanın yanına. Sağ olsun, o da bir saatın içində bu problemi rişat elədi. Mənim problem olmaz. Qardaş gözəl sənətkardır, yağ dəyişdiyi orijinal yağdır. İstehsal tərəfindən bu avtomobillər standartlara cavab verir. Allah, mənim o usta ilə heç bir tanışlığım yoxdur. Siz özünüz mənə dediniz ki, usta deyib ki, mənim Tural'la heç bir tanışlığım yoxdur. Amma var yadda əldə eləyəcək. Amma əldə eləyəcək ki, ya bir dəfə olub, o həmən servisdən bizim yanımıza maşın gətirib. Bu da necə olub? Mərdimazar bir müştəri yanına yaxınlaşıb yağ dəyişməyə, qardaşım hamd olur da böyle. Hava vurursan ki, içindəki karterdəki yağlar süzülmək üçün təmiz çıxmaq üçün. Hava vurmuşdu, membran problemi ilə üst-üstə düşüb təsadüfən. Ustaların üstüne atmıştılar ki, sen oraya hava vurduğuna göre bu problem olup, yalnız yakınlaştı, kollektor problemi vardı. Kollektor problemi vardı, mikrofonsuz danışıram bayaqdan. Kollektor problemi vardı, membran problemi vardı, onu da əllədim. Yəni ustanın orada heç bir günahı yox idi, problem müştəride idi. Müştəri ustanın, belə deyim, üzr istəyirəm, yükləmişdi ki, yəni minus üstə düşüb, sən vurduğuna görə oldu. Bizim ondan sonra, bəlkə də 1-2 il bundan əvvəldə heç bir münasibətimiz, tanışdığımız yoxdur. Sözümün canı nədir, məqsədimiz nədən ibarətdir? Bu maşını ona görə biz çəkirik ki, bu avtomobillərdə bu cür problemlər olur. Tokdan benzinə keçəndə, getdiyi yerdə böyük uğultu səsi gəlir. Elə bir uğultu, drajeniya gəlir ki, adam qorxur. Siz də gəzdirsiniz bu problemin həlli çarəsi var. O mənim yanımdadır. Siz düzgün ünvana gəlmişsiniz, doğru ünvandasınız. Maşınımız düzəlib, sürüb yoxladın. Bizdən razısınız. Allah da sizdən razı olsun. Allah köməyiniz olsun. Sağ olun, biz əlimizdə də sıxım sizi. Maşın hazırdır, qardaş. Bu problemlər varsa, dedim, gedəndə uğultu səsi gəlirsə, tokdan benzinə keçəndə aslamda bu problemlər olur. Bizə müraciət edin və yaxud işini bilən ustaya müraciət eləsəz, bəs edər. Sağ olun, bu maşınlarda da problem olmur. Alın sürün, qardaş.